Salam dəyərli izləyicilər, bu videoda 11-ci sinif buraxılış imtahan modelinə uyğun abituriyent jurnalında verilmiş model sualların izahına baxacaq. Birinci suala başlayırıq. Sual belədir. 3 rəqəmli ədədin yüzlüklər mərtəbəsindəki rəqəm 6-dır. Bu rəqəmi ədədin əvvəlindən silib sonuna yazdıqda ədəd 369 vahid azalar. Verilmiş ədədin rəqəmləri cəmini tapın. Fərz edək ki, bu 3 rəqəmli ədəd 6xy şəklindədir. Və biz əvvəldəki 6 rəqəmini silib bu ədədin sonuna yazsaq, onda həmin ədəd xy6 şəklində düşəcək. Və nəticədə ədəd 369 vahid azalır. Yəni birincidən ikinciyə çıxanda cavabımız olacaqdır 369. Yəni bunu açıb həll edək. 600 üstəgəl 10x üstəgəl y çıxılsın 100x çıxılsın 10y çıxaq 6 bərabərdir 369-a. 10x-dən 100x çıxanda verəcək mənfi 90x, y-dən 10y çıxanda alırıq 9y bərabərdir 369 qalsın sağ tərəfdə. 600-dən 6 çıxanda alırıq 594, keçir digər tərəfə olur çıxaq 594. Mənfi 90x çıxılsın 9y bərabərdir 369-dan 594 çıxacaq. Mənfi alınır cavab 5, bir onluq getdi, 8-dən 6 çıxırıq 2, 125, 225. İndi hər tərəfi mənfi 9-a bölək. Mənfi 9-a bölsək 10x üstəgəl y bərabərdir 25 alırıq. 10x üstəgəl y əlbəttə ki xy yazılışına uyğun gəlir. Ona görə də deməli xy 2 rəqəmli ədədi 25-ə bərabərdirsə x-in qiyməti 2-dir, y-in qiyməti isə 5-ə bərabərdir. Biz 3 rəqəmli ədədin rəqəmləri cəmini tapmalıydıq. Əvvəlki ədədimiz 6xy idi. Xy-in yerinə 25 yazanda həmin ədəd 625 olacaqdır. Rəqəmlərini cəmləyək. 6 üstəgəl 2 üstəgəl 5 cavab olacaqdır 13. C variantı. Keçək ikinci suala. İkinci sual belədir. Abituriyent kitabın 30%-ni, sonra isə qalan hissəsinin 25%-ni oxuduqdan sonra 210 səhifə qalarsa, kitab neçə səhifədir? Abituriyent kitabın əgər 30 səhifəsini oxuyursa, 100-dən 30 çıxırıq, qalacaq 70. Daha sonra qalanın 25%-ni oxuyur, 70-in 25%-ni tapa bilərik. 70-in 25%-i bizə verir. Lap 70-in bəlkə birbaşa 25%-i oxunduğu üçün 100-dən çıxaq 25-i qalacaqdır burada 75%. Deməli 70-in 75%-i qalır. 70 vurulsun 75 bölünsün 100. 25-ə ixtisar gedir 3, 25-ə ixtisar gedir 4 olur. 2-yə də ixtisar apara bilərik 2, 35, 2-də 105. 2-də 105%. 2-də 105%-i 210 səhifədir. Faizə görə də tapırıqsa, ədədi vururuq 100-ə, bölürük faiz göstərən ədədə. Deməli, 2-də 105 ifadəsinə. Bərabərdir, 210 vurulsun 100, vuraq 105-də 2, ixtisar aparırıq 2 dəfə. Olacaq 400. Deməli, əvvəlcə kitab 400 səhifə idi. Cavabımız olur B variantı. Keçək üçüncü suala. Üçüncü sualı ilə şəklin üzərində həll edə bilərik. Deyir, o mərkəzdə çevrəyə AB toxunanı və AD kəsəni çəkilmişdir. ASB bucağı 110 dərəcədir. Deməli, ASB bucağı 110 dərəcədir. Biz tapmalıyıq bucaq A-nı. Əgər B nöqtəsi ilə O nöqtəsini birləşdirsək, onda OB bu çevrənin radiusu olacaqdır. OB də radiusdur, OS də radiusdur. 110 dərəcənin qonşusu, yəni OSB bucağı olur 70 dərəcə. Və üçbucaq OSB yan tərəfləri bir-birinə bərabər olduğu üçün bərabər yanlı üçbucaqdır və burada BS oturacaqdır. Oturacağı bitişik bucaqlar bərabər olduğu üçün biz demək OBS bucağına da 70 dərəcə yaza bilərik. Nəzərə alsaq ki, toxunma nöqtəsinə çəkilən radius həmin nöqtədə toxunana perpendikulyardır. Yəni
OBA bucağı 90 dərəcədir. Onda 90-dan 70 çıxanda qalacaq 20 dərəcə B bucağına. A bucağına bir X deyək və ASB 3 bucağından daxili bucaqların 180 dərəcə olduğu nəzərə alıb 110-la 20-ni toplayıb 180-dən çıxarıq. Demək 180-dən çıxacaq 130 dərəcə, cavabımız olacaq 50 dərəcə. Variant olur 3-cü sualda Y variantı. Baxaq 4-cü suala. 4-cü sualda verilib ki, verilmiş bərabərliyi ödəyən A və B tam ədədləri üçün 3A üstəgəl B ifadəsinin qiymətini tapın. Gəlin ilk olaraq həmin ifadəni biraz sadələşdirək. Kök altda 72-ni yaza bilərik. 6 kök altda 2, 36 vuraq 2 yazsaq. 50-ni yaza bilərik, 25 vuraq ki, o da bizə 5 kök altda 2 verir. Üstəgəl 27-ni 9 vuraq 3 yazarıq, alarıq 3 kök altda 3. Bərabərdir. 6 kök altda 2-dən 5 kök altda 2 çıxsaq alırıq kök altda 2. Üstəgələ 3 kök altda 3. Və bu ifadə A kök altda 2 üstəgəl B kök altda 3-ə bərabərdir. Bu onu göstərir ki, burada A-nın qiyməti 1-ə bərabərdir və B-nin qiyməti isə 3-ə bərabərdir. Biz tapmalıyıq 3A üstəgəl B-ni. 3-ü vuracaq 1-ə, üstünə gələcək 3-ü. 3 üstəgəl 3 cavab olacaqdır 6, yəni 4-cü sualda Y variantı. Keçək 5-ci suala. 5-ci sualda verilibdir ki, A və B rəqəmləri üçün ifadənin qiymətini hesablayın. Demək, A tam dövrdə B. Dövrləri adi kəsrə çevirək. 9-da B yazacaq, üstəgəl B tam dövrdə A, yəni 9-da A. Məxrəcdə isə A plus B olduğu kimi qalacaqdır. Bərabərdir. Verilmiş qarışıq ədədləri düzgün olmayan kəsrə çevirək. Bunun üçün tamı vururuq məxrəcə, üzərinə sürəti əlavə edirik. 9-u vururuq A-ya, üzərinə B gəlirik. Üstəgələk 9-da 9-u vururuq B-yə, üzərinə A əlavə edirik. Məxrəcdə A plus B olduğu kimi qalsın. Sürətdə verilmiş kəsirlərin məxrəcləri eyni olduğu üçün sürətlər toplanır. 9A ilə A-nı toplasaq 10A alırıq. B ilə də 9B-ni toplasaq 10B alırıq. Və bölək A plus B qalsın yerində. Yuxarıdan onu ortaq vuruq çıxardıram. A üstəgəl B bölünsün 9 və A üstəgəl B-yə bölmək A üstəgəl B-də 1-ə vurmaq deməkdir. Burada A üstəgəl B-lər ixtisar gedir və cavabda qalır 9-da 10. Variant olacaq 5-ci sualda D variantı. Keçək 6-cı suala. Tərəfi 7 sm olan düzgün altı bucaqlının böyük diaqonallarının cəmini tapın. Gəlin bir düzgün altı bucaqlı çəkək. Düzgün altı bucaqlının məlumdur ki, böyük diaqonalları 3 ədəddir. Şəkildə təsvir edirəm. Burada gördüyümüz diaqonallardan AD, demək AD, sonra BY diaqonalı, bir də FC diaqonalları böyük diaqonallardır. Və tərəfi əgər 7-yə bərabərdirsə, böyük diaqonallarının hər biri 2 vurulsun 7, 14-dür. Çünki tərəf əgər A-dırsa, böyük diaqonal 2A-ya bərabərdir. Böyük diaqonalları cəmləmək lazımdır. 3 vuraq 14, cavab olacaqdır 42. Variant olur 5-ci sualda, 6-cı sualda D variantı. Keçək 7-ci suala. 7-ci sual rasional kəsirlər üzərində əməllərə aiddir. Demək, A çıxaq ki, olduğu kimi qalsın. A kvadrat çıxaq 4-ü, bəlkə vuruqları ayıraq. Vuruqları ayıraq. Deməli, kvadratlar fərqi ilə ayırsaq, A çıxaq ki, vurulsun A üstəgəl 2 alırıq. Çıxılsın. Digər kəsirdə də məxrəci olduğu kimi saxlayacağım. Sürəti isə kublar fərqi ilə açırıq. Demək, A çıxılsın 8 2-nin kub olduğu üçün 2 vurulsun. Birincinin kvadratı və hasilləri üzərinə gəlirik ikincinin kvadratı. Və bu zaman görürük ki, burada A çıxaq 2-lər ixtisar gedir. Eləcə də A kvadrat üstəgəl 2A üstəgəl 4 ifadələr ixtisar gedir və nəticədə qalır
birinci kəsrdən A plus 2 çıxılsın ikinci kəsrdən A çıxaq 2. Mötərizənin qabağında mənfi var deyə işarələr dəyişəcək. Çıxaq A üstəgəl 2, A'lar silah olur. 2 ilə 2-ni toplayanda cavab alırıq 4. 7-ci sualda cavab B variantı. Keçək 8-ci sualı. 8-ci sualı ilə şəklin üzərində həll eləyərik. Deyir ki, ABC bərabəryanlı üçbucağında AB bərabərdir BC-yə. Deməli, AB bərabərdir BC-yə. DY perpendikulyardır AB-yə. Bunu şəkildə görə bilirik. Və DF perpendikulyardır BC-yə. Onu da şəkildə veribdir. DY-nin uzunluğu 5-dir. DY-nin uzunluğu 5-dir. DF-in uzunluğu 3-dür. Biz tapmalıyıq AB tərəfinin uzunluğunu və burada bizə eyni zamanda 45 dərəcədə veribdir B təpəsindəki bucağı. Bu sualı belə həll eləyə bilərik. Deməli, məlumdur ki, bərabəryanlı üçbucağın oturacağında götürülmüş hər hansı bir nöqtədən yan tərəflərə hündürlüklər çəkilibsə, bunlardan biri tutaq ki 5-dirsə, digəri də 3-dürsə, onda oturacaqdakı təpədən digər yan tərəfə çəkilən hündürlük məhz o 5 ilə 3-ün cəmi, yəni 8-ə bərabərdir. Bunun isbatını göstərmək olar. Necə göstərərik? Məsəl üçün, B ilə mən burada D-ni birləşdirirəm. B ilə D-ni birləşdirirəm. B ilə D-ni birləşdirsəm, burada 2 cür üçbucaq alınır. Üçbucaq ADB və üçbucaq BDC. Üçbucaq ADB və üçbucaq BDC. Bu üçbucaqların sahələrini əgər toplasaq, gəlin də sahə ilə göstərək. Bunların sahələrini toplasaq, əlbəttə ki, biz nə alırıq? ABC üçbucağının sahəsini. ADB üçbucağının sahəsini tutaq ki, tərəfləri, yan tərəfləri A ilə göstərmişik. ADB üçbucağının sahəsini yazacaq 2-də 1, 5 vurulsun A ilə. BDC üçbucağının sahəsini göstərəcək 2-də 1, 3 vurulsun A ilə. ABC üçbucağının sahəsini 2-də 1, deməli, həmin hündürlük ki 8 qeyd eləmişik, ona bir H hərfi qoyaq, H vurulsun A ilə. 2-də 1 A-nı ortaq vuruq çıxartsaq, 5 üstəgəl 3 bərabərdir 2-də 1 A vurulsun H-a. 2-də 1 A-ları ixtisar apararıq və buradan alınır ki, H bərabərdir 3 üstəgəl 5, yəni 8-ə. Bunu alandan sonra artıq baxırıq üçbucaq A, məsəl üçün bu hündürlüyün deməli oturacağını bir H hərfi ilə qeyd eləsək, A, HB üçbucağına. Həmin üçbucaq görürük ki, düzbucaqlı üçbucaqdır və onun B təpəsi 45 dərəcədir. Əgər B təpəsi 45 dərəcədirsə, onda demək ki, BAH bucağı da, yəni A təpəsi də 45 dərəcədir və bu bərabəryanlı düzbucaqlı üçbucaqdır. Onda AH 8 olduğu üçün BH da 8-ə bərabərdir. AB-ni, yəni A-nı biz artıq Pifaqorla hesablaya bilərik. Buradan A kvadrat bərabər 8-in kvadratı üstəgəl 8-in kvadratı. 64 ilə 64 topladıq 128 və A olacaqdır 8 kök altda 2. Cavabımız olur B variantı. Bu sual 8 idi. Keçək indi növbəti sual 9-a. Doqquzda bizə verilibdir ki, x kvadrat çıxılsın 4x üstəgəl y kvadrat üstəgəl ay çıxılsın 12 bərabər 0 tənliyi ilə verilmiş çevrə 5-1 nöqtəsindən keçir. Əgər bu çevrə 5-1 nöqtəsindən keçirsə, onda x-ə 5, y-ə 1 qiymətini verəndə bu tənlik doğru bərabərliyə çevrilməlidir. Yerinə qoyub biz buradan A-nın qiymətini tapmalıyıq. Yerinə qoyaq 5-in kvadratı çıxılsın 4 vurulsun 5 üstəgəl, 1-in kvadratı üstəgəl 1 vurulsun A çıxılsın 12 bərabər 0. 25-dən çıxdıq 20-ni 5, 5-in üstə 1 gəldik 6, 6-dan 12 çıxanda mənfi 6, A bərabər olacaqdır müsbət 6-ya. A-nı tapdıq, yerinə qoyaq. X kvadrat çıxaq 4x, üstəgəl y kvadrat, üstəgəl 6y çıxılsın 12 bərabər 0. İndi çevrə tənliyindən radiusu tapmaq üçün deməli x kvadratı ilə 4x-i bir yerə yığacaq, y kvadratı ilə 6y-i bir yerə yığırıq, çıxaq 12 bərabər 0. X kvadrat çıxaq 4x ifadəsinə müsbət 4 əlavə etməliyik ki, müxtəsər Roma düsturu ilə
2 ədədinin kvadratı şəklində yazılsın. Sonra y kvadrat üstəgəl 6y-ə də əlbəttə ki 9 əlavə etmək lazımdır. Əlavə etdiklərimizi çıxmalıyıq. Çıxaq 4, çıxaq 9, çıxaq 12 bərabər 0. Birinci olacaq x çıxılsın 2-nin kvadratı, digəri olur y üstəgəl 3-ün kvadratı bərabər -13, -12, müsbət 25. Biz bu çevrə tənliyi əsasında deyə bilərik ki, bu çevrənin mərkəzi 2, -3 nöqtəsidir və radiusu isə müsbət 5-ə bərabərdir. Bizə çevrənin radiusu lazım idi. Cavabımız olacaq 9-da A variantı. Keçək 10-cu suala. 10 trigonometriya sualıdır. 1 üstəgəl kosinus 9 dərəcə, üstəgəl kosinus 18 dərəcə bölünsün sinus 9 dərəcə, üstəgəl sinus 18 dərəcə. Bərabərdir. 1 üstəgəl kosinus 9 dərəcə qalsın. Kosinus 18 dərəcəyə demək 2 qat arqument düsturunu tətbiq edə bilərik. 2 kosinus kvadrat 9 çıxılsın 1 yazmaq olar. Kosinus 2 alfanın bir neçə düsturu var. Kosinus 2 alfa bərabərdir. Kosinus kvadrat alfa çıxılsın sinus kvadratı alfa. Burada sinus kvadratı alfaya tutaq ki 1 çıxaq kosinus kvadratı alfa qiymətini versək, onda alırıq 2 kosinus kvadratı alfa çıxılsın 1 və yaxud da ki kosinus kvadratı alfanın əvəzinə 1 çıxaq sinus kvadratı alfa yazsaq, 1 çıxılsın 2 sinus kvadratı alfa alınar. Biz 2 kosinus kvadratı 9 çıxılsın 1-dən istifadə etdik ki, burada birlər islah olub daha da sadə formaya düşsün. Sinus 9 qalsın, sinus 18 isə sinus 2 alfa düsturu ilə açırıq. 2 sinus 9 kosinus 9. Yuxarıdan kosinus 9-u ortaq vuruq çıxardıran 1 üstəgəl 2 kosinus 9 alınır. Aşağıdan isə sinus 9 dərəcəni ortaq vuruq çıxardıram. Orada da 1 üstəgəl 2 kosinus 9 dərəcə alınır. Burada 1 üstəgəl 2 kosinus 9 dərəcələr ixtisar gedir. Kosinusun sinusa nisbəti kotangens 9 dərəcə verir. Deməli, cavabımız olacaqdır 10-cu sualda C variantı. Keçək 11-ə. 11-də verilib ki, x kvadrat çıxılsın, 2x çıxılsın, m bərabər 0 tənliyinin köklərindən biri 4-dür. Yəni, x-in qiyməti 4-dür. X-ə 4 qiymətini verməklə m-i tapa bilərik. 4-ün kvadratı çıxılsın, 2 vuraq 4 çıxılsın, m bərabər 0. Buradan m bərabərdir, 16 çıxaq 8, yəni 8. M-in qiymətini tapdıqdan sonra digər tənlikdə m-in yerinə 8 qoyuruq. Yəni, x kvadrat üstəgəl mx çıxaq 20 bərabər 0 tənliyində m-ə 8 versək, x kvadrat üstəgəl 8 çıxılsın 20 bərabər 0 alarıq. Bu tənliyin kökləri lazımdır. Demək, toplayanda -8, vuranda isə -20 verən ədədləri yazmalıyıq. Viet teoremi əsasında qeyd edə bilərik ki, 2 və -10-dur cavabımız. Vuruqları ayırma üsulundan da həll etmək mümkündür. Məsələn, x kvadrat üstəgəl 10x çıxaq 2x çıxaq 20 bərabər 0 yazmaq olar. Birinci ilə ikinci, üçüncü ilə dördüncünü qruplaşdırarıq. X-i ortaq vuruq çıxardırıq. -2-ni digər ikisindən ortaq vuruq çıxartdıq. Buradan x plus 10-u ortaq vuruq çıxartsaq qalacaq x çıxaq 2 bərabər 0. Hər birini sıfıra çevirən qiymət də əlbəttə ki -2 ilə -10 ilə müsbət 2-dir. Cavabımız olacaq 11-ci sualda C variantı -10 müsbət 2. Keçək digər suala. Digər sualı da elə PDF-in üzərində işləyək. Deyir, müstəvi üzərindəki ABC düzbucaqlı üçbucağının A düzbucaq təpəsindən müstəviyə MA perpendikulyarı qaldırılmışdır. Demək, MA müstəviyə perpendikulyardır. Bax ki, bu alfa müstəvisidir və MA perpendikulyardır alfa müstəvisinə. MD perpendikulyardır BC-yə. BD-nin uzunluğu 6-dır. DC-nin uzunluğu 4-dür. AM-in uzunluğu 2 kök altı 3-dür. Biz tapmalıyıq MD parçasının uzunluğunu. Onda gəlin ilk olaraq deməli A və D nöqtələrini birləşdirək. Demək, məlumdur ki, MA alfa müstəvisinə perpendikulyardır. Əgər düz xətt müstəviyə perpendikulyardırsa, onun üzərində yerləşən ixtiyari düz xəttə perpendikulyardır deməkdir.
və AD alfa müstəvisi üzərində yerləşdiyi üçün biz deyə bilərik ki, elə EMA müstəviyə perpendikulyar olduğundan onun üzərindəki AD parçasına perpendikulyardır. AD düz xəttinə perpendikulyardır. Belə çıxır ki, burada MAD üçbucağı düzbucaqlı üçbucaqdır. Və MD maildir. AD isə onun proyeksiyasıdır. Və burada BC parçası ki verilibdir. BC parçası qeyd olunubdur ki, MD-yə perpendikulyardır. Şərtdə özü veribdir. Onda biz deyə bilərik ki, BC mailə perpendikulyardır. 3 perpendikulyar teoreminə əsasən demək mümkündür ki, əgər düz xətt mailə perpendikulyardırsa, onun proyeksiyasında perpendikulyardır. Yəni, biz deyə bilərik ki, burada AD parçası ABC düzbucaqlı üçbucağında hündürlükdür. ABC-nin də özü düzbucaqlı üçbucaq kimi vermişdi ki, ABC düzbucaqlı üçbucaqdır. Yaxşı, deməli düzbucaqlı üçbucaqda hipotenuza çəkilən hündürlüyü axtaracaq. Hündürlüyün ayırdığı parçalar 6 və 4-dür. Yəni, h kvadrat bərabər m-in düsturundan istifadə etmək mümkündür. Onda yazarıq, h kvadrat bərabərdir 6 vuraq 4, 24. Buradan h bərabər olacaqdır 2 kök altda 6-ya. Biz MD-ni axtarırıq. MD-ni də MDA üçbucağı düzbucaqlı üçbucaqlı deyə Pifaqor teoremi əsasında tapmaq olar. MD-nin kvadratı 2 kök altda 6-nın kvadratı ilə 2 kök altda 3-ün kvadratları cəmidir. 24 üstə gəlinsin 12, 36. Buradan isə MD-nin alırıq. Cavabda 6. Cavabımız olacaqdır 12-ci sualda A variantı. Keçək 13-ə. Demək, 13-də nə veribdir? 1 çıxaq i, z bərabər kompleks ədlərə aid bir sualdır. 1 çıxılsın i vurulsun. 1 üstə gəl i üstü 17 vurulsun. 1 üstə gəl i üstü 19. Bərabərdir. 1 çıxaq i qalacaqdır. Biz bilirik ki, i üstü 4 vahidə bərabərdir. 17-ni 4-ə bölürük. Qalıq nə qalsa i-nin qüvvətinə qoyacaq. 4-ə böləndə 4 dəfə düşür, qalıq 1 qalır. Onda 1 üstə gəl i olacaqdır. 19-u 4-ə bölürük, 4 dəfə düşür, 16, qalıq da qalır 3. Onda olmalıdır 1 üstə gəl i üstü 3. Bərabərdir. 1 çıxaq i qalır, 1 üstə gəl i qalır. I kubunu göstərmək olar, i kvadrat vurulsun i şəklində. I kvadrat da mənfi 1-dir deyə mənfi i yaza bilərik. Deməli 1 çıxılsın i bərabərdir. İlk olaraq 1 çıxaq i ilə 1 üstə gəl i-ni kvadratlar fərqi əsasında vuraq. 1-in kvadratı çıxılsın i-nin kvadratı. Vuraq 1 çıxaq i qalır. I kvadrat mənfi 1-dir. 1 üstə gəl 1, 2 vurulsun i, 1 çıxılsın i. 1 çıxılsın i. Bunu da sadə formada yazaq. 2 çıxılsın 2i vurub açdıq. İndi deyir kompleks ədədin həqiqi hissəsini tapın. Deməli RZ bərabərdir 2-yə. Həqiqi hissəsi müsbət 2-dir. Tutaq ki, xəyali hissəsini də soruşsaydı, onda da MZ bərabər olacaqdı mənfi 2-yə. Cavabımız 2 A variantı. Keçək növbəti sual 14-ə. 14-də verilib ki, A, 15, B ədədi silsilənin ardıcıl hədləridir. Əgər bu ədədlər ardıcıl ədədi silsilə əmələ gətirirsə, onda ortadakı hədd kənardakı iki ədədin ədədi ortasına bərabərdir. Yəni A üstə gəl B 30-a bərabərdir. 15-ə vurduq 2-yə. Əgər B 12 A ədədləri həndəsi silsilə əmələ gətirirsə, həndəsi silsilə, onda biz deyə bilərik ki, ortadakı hədd kənardakı həddlərin həndəsi ortasıdır. Yəni, AB hasili 144-ə bərabərdir. Biz tapmalıyıq. A kvadrat üstə gəl B kvadratını nəticə düsturunu tətbiq eləmək olar. A plus B-nin kvadratı çıxaq 2AB bərabərdir. A plus B 30-dur. 30-un kvadratı çıxılsın 2 vurulsun 144. Olacaq 900 çıxılsın 288. Bu da bizə verir 612. Cavabımız 612-dir. Keçək 14-cü suala.
14'də verilib ki, düzgün dördbucaqlı piramidanın oturacağının sahəsi 100'dür. Apofemi 13'dür. Həcmini tapın. Deməli, S oturacaq bərabərdir 100'ə. Düzgün dördbucaqlı piramidanın oturacağı əlbəttə ki, kvadratdır. Kvadratın sahəsi 100'ə bərabərdirsə, kvadratdakı tərəfi A-dır. Onda onun tərəfi ilə 10'a bərabər. Deməli, kvadratın tərəfi 10'dur. Apofemi veribdir neçə? 13 veribdir. Biz tapmalıyıq həcmini. V bərabərdir. Piramidanın həcm düsturu 3/1. S oturacaq vuraq. H 3/1 vurulsun. Oturacağın sahəsini bilirik 100'dür. İndi biz əsas tapmalıyıq H-ı. Bunun üçün də istifadə olunacaqdır apofemdən və kvadratın tərəfindən. Gəlin şəkil çəkək. Şəkli çəkdik. İndi bunun apofemini çəkək. Apofem bilirik ki, yan üzün hündürlüyüdür. Demək, apofemi neçə vermişdi? 13. Biz də oturacağın sahəsini 100 bilirik. Qaldı orada tərəfi qeyd etmək. 10. Piramidanın təpəsindən oturacağına hündürlüyünü çəkirik. Bu, tak ki, SO deyək. SO bizim axtardığımız H hündürlükdür. M parçasının uzunluğu əgər 10'dursa, ki, kvadratın tərəfinə bərabərdir, onda M ilə ON olacaqdır 5. Pifagor teoremi əsasında H-ı tapa bilərik. H kvadrat bərabərdir. 13'ün kvadratı çıxılsın, 5'in kvadratı. 169 çıxılsın, 25 bərabərdir 144'də və H-ın qiyməti olacaqdır 12. Demək, artıq biz hündürlüyü tapmışıq. İndi yerinə qoya bilərik. Yuxarıda 3/1 vurulsun. Oturacağın sahəsi 100 idi. Hündürlüyün də qiyməti tapdıq 12'dir. İxtisar gedir. Cavabımız olur 400. 15 aldıq 400. Keçək digər suala. 16 ədədin loqaritminə aiddir. Loqaritmin xassəsindən istifadə etmək olar. Məlumdur ki, loqaritma A əsasdan B bərabərdir. 1 bölünsün loqaritma B əsasdan A. Demək, yazmaq olar birinci ifadə üçün 2 loqaritma 80 əsasdan kök altı 2 üstə gələk. Loqaritma 80 əsasdan 5 üstə gələk. 2'də 3 loqaritma 80 əsasdan 4 bərabərdir. Bu, birinci loqaritmdəkini kök altı 2'nin qüvvətinə keçirdə bilərik. Olacaq loqaritma 80 əsasdan kök altı 2'nin kvadratı. Üstə gəl loqaritma 80 əsasdan 5 olduğu kimi qalsın. 2'də 3 kəsirini də 4'ün qüvvətinə keçirtmək olar. Olar loqaritma 80 əsasdan 4 üstündə 2'də 3. İndi həmin ifadələri sadələşdirək. Loqaritma 80 əsasdan kök altı 2'nin kvadratı verir 2. Üstə gəl loqaritma 80 əsasdan 5 üstə gələk. Loqaritma 80 əsasdan 4'ü yazmaq olar 2 üstü 2. Demək, 2 üstü 2 üstündə də 2'də 3 var. 2'lər ixtisar gedir. Qalır orada 2 üstü 3, yəni 8. Yerinə qoyaq 8. Bərabərdir. Yenə loqaritmin xassəsinə görə yazmaq olar 2 vurulsun, 5 vurulsun, 8. Bərabərdir. Loqaritma 80 əsasdan 80. O da bizə cavabda 1 verir. Cavab olacaq 16-cı sualda 1. Keçək 17'yə. Demək, tangens 4x bərabərdir. Kotangens 50 dərəcə veribdir. Kotangens 50 dərəcənin əvəzinə yazmaq olar. Tangens 40 dərəcə. Çünki 50'nin əvəzinə yazırıq. 90 çıxılsın 40. Bu da bizə çevirməklə tangens 40 dərəcə verir. İndi bu tənliyi həll edək. 4x bərabərdir yazmaq olar. 40 üstə gəlsin. Pi k. Pi k-nı da elə 180k yazaq. X bərabər hər tərəfi 4'ə bölürük. 10 üstə gəl. 180 4'ə bölündə 45k. İndi bu aldığımız
həldən 0-180 dərəcə aralığında yerləşən köklərin cəmini dərəcə ilə tapmalıyıq. Bir K'ya qiymətlər verməliyik. K'ya tutaq ki, versək mənfi qiymət lazım deyil. Bizə 0-180 parçası lazımdır. Çünki elə 0 qiymətini qoyuram. K'ya 0 versəm x bərabər olacaqdır 10. Birincini tapdıq. İkinci, K'ya 1 qiymətini versək 10 üstə gəl 45 olacaqdır. X'in qiyməti 55. Sonra üçüncü, K'ya 2 qiymətini versək 10 üstə gəl 90 olacaqdır. X'in qiyməti 100. Dördüncü, K'ya 3 qiymətini versək 45 3'ə 135. 135'in də üstünə 10 gələndə olacaq 145. İndi tapdığımız bu 4 dənə həlli toplamalıyıq. 10 üstə gəl 55 üstə gəl 100 üstə gəl 145. Bərabərdir. 55 ilə 145 200 verir. 300 310 alınır cavabda. Cavabımız 310. Keçək 18-ci suala. Doğranı oturacağının radiusundan 4 dəfə böyük olan konusun yan səthinin açılışındakı sektorun mərkəzi bucağının dərəcə ölçüsünü tapın. Tutaq ki, sektorun açılışını çəkmək istəyirik. Bu açılışda məlumdur ki, bu alfa sektorun dərəcə ölçüsüdür. L sektorda deməli radiusdur, amma konusda doğrandır. Aşağıdakı o qövsün uzunluğu isə 2pi r-ə bərabərdir. Burada r konusun radiusudur. Konusun oturacağının radiusu. Oturacağının radiusu. Aha, indi deyir konusun doğranı oturacağının radiusundan 4 dəfə böyük olarsa, deməli L bərabərdir 4 vurulsun kiçik yerə. Biz qövsün uzunluğu düsturundan istifadə edə bilərik. Tutaq ki, AB qövsünün uzunluğu 2pi r-də, axı yazacaq 2pi r bərabərdir. Pi vurulsun sektorun radiusu. Sektorun radiusu bizdə L-dir. Mərkəzi bucaq alfadır, bölünsün 180 dərəcə. İndi buradan pi'lər ixtisar gedir. 2 vurulsun r bərabərdir 180-də. Hətta L-in də əvəzinə 4 vuraq r yazırıq. Və r-lər də ixtisar gedəcək. Alfanı tapmaq üçün 2-ni vuruq 180-ə, bölürük 4-ə. 360 bölünsün 4, cavabımız olacaq 90 dərəcə. Keçək növbəti sual 19-a. Da verilib ki, 3 üzü qırmızı, 2 üzü yaşıl, 1 üzü sarı rəngli olan kubu 3 dəfə ardıcıl atdıqda üst üzə düşən rənglərin müxtəlif olması hadisəsinin ehtimalını tapın. Deməli, burada hansı hallar ola bilər? Birinci hal, ola bilər ki, birinci atışda qırmızı, ikinci atışda yaşıl, üçüncü atışda isə sarı rəng düşsün. Və ya ola bilər, birinci atışda qırmızı, ikinci atışda sarı, üçüncü atışda isə yaşıl düşsün. Ola bilər ki, yaşıl, qırmızı, sarı düşsün. Ola bilər ki, birinci atışda yenə yaşıl, ikinci atışda sarı, üçüncü atışda qırmızı düşsün. Və ya ola bilər ki, birinci atışda sarı, ikinci yaşıl, üçüncü dəfə atanda isə qırmızı düşür. Və yaxud da ola bilər ki, birinci atış yenə sarıdır, ikinci dəfə qırmızı düşübdür, üçüncü dəfə isə yaşıl düşübdür. Fikir veririk isə 6 mümkün hal var burada və hər biri üçün də ayrıca ehtimal hesablanmalıdır. Gəlin hesablayaq. Tutaq ki, birinci dəfə atdıq, qırmızı düşməlidir. Ümumilikdə 6 üzü var. Qırmızı üzlərin sayı 3'dür. Birinci dəfənin qırmızı olması 6'da 3'dür. İkinci atışda yenə 6 mümkün hal var. Amma yaşıl rəngdə olacaqsa 2'dir. Sonra üçüncü atışda isə bir üzü deməli sarı rəng ilə sarı rəng düşməlidir. Ümumilikdə 6 üzü var və bir üzü sarı rəngdə olduğu üçün əlverişli halların sayı da 1'dir. Gəlin indi ikinciyə baxaq. İkincidə deməli birinci yenə qırmızı olmalıdır. Yenə 6'da 3'dür. Sarı olacaqsa 6'da 1 yazacaq. Sonra isə 6'da 2 yazırıq. Fikir verirsinizsə biz
bütün halların hər birində məhz bunları yazacaq. Yəni bu kəsrlər dəyişməyəcəkdir. Sadəcə yerləri dəyişir. Onda birini hesablayaq. 216-da lap ixtisar da aparaq. İxtisar gedir. 3 vuraq ki 6 verir. 6-nın birinə ixtisar gedir və 36-da 1 alırıq. Eləcə də digərində 36-da 1 alınacaq və yaxud da ki 3-cü halda da 36-da 1 olur. Və bu 1, 2, 3, 4 və 5, 6 dənə yazdığımız halların hər biri eyni zamanda baş verməyən hadisələrdir. Yəni bu hallardan hər hansı biri baş verəcək deyə biz sonda aldığımız bu kəsirlərin hamısını toplamalıyıq. Yəni 6 dənə 36'da 1 kəsirini topladığımız üçün elə 6'nı 36'da 1'ə vurmaq kifayət edir. Cavabımız olacaqdır 6'da 1. Keçək digər suala. 20. 20'də verilib ki D1, D2 və D3 düz xətləri bir nöqtədə kəsişirlər. Alfa, beta, gamma bucaqlarının dərəcə ölçüləri uyğun olaraq 3, 5, 4 ədədləri ilə düz mütənasibdir. Deməli, alfa yazacaq 3x, beta yazacaq 5x, gamma yazacaq 4x. Bucaqların dərəcə ölçülərini tapın. Gamma bucağı ilə qarşılıqlı bucağı qeyd edə bilərik. Və fikir veririk ki, 3x, 4x, 5x hamısı bir yerdə necə bucaq əmələ gətirir? Əlbəttə ki, açıq bucaq. Ona görə də 3x üstə gəl, 4x üstə gəl, 5x bərabərdir 180 yazacaq. Buradan 12x bərabərdir 180-ə, x bərabərdir 15 dərəcəyə. İndi hər birini ayrıca tapaq. 3'ü vuruq 15 olacaq 45 dərəcə alfanın qiymətidir. 4'ü vuracaq 15 dərəcəyə 60 dərəcə verir ki, bu gammanın qiymətidir. Və 5'i vuracaq 15'ə, bu da 75 dərəcə verir ki, bu da beta bucağının qiymətidir. Cavabımız 45, 60 və 75 olmalıdır. Keçək digər suala. Digər sual belədir. Modulda x çıxılsın a kiçik bərabər b bərabərsizliyinin həllər çoxluğu -3, 9 aralığı olarsa AB hasilini tapın. Demək, burada biz həll eləyəsi olsaq, onda yazmalıyıq bir dəfə x çıxılsın a kiçik bərabər b-dən, bir dəfə də yazmalıyıq x çıxılsın a böyük bərabər -b-dən. Və kiçik bərabər olduğu üçün də yekunda həllər kəsişdirilməlidir. Yəni kəsişmə tapacaq. İlk olaraq x kiçik bərabər mənfanı b-nin yanına keçirsə olacaq a plus b yazırıq. Və digər tərəfdən də x böyük bərabərdir a çıxılsın b-yə. Ədəd oxunda qeyd edirik. Əgər həlli varsa bunu, deməli kəşmə varsa, onda belə çıxır ki a çıxaq b sağdadır. A plus b isə soldadır. Hər ikisi də aralığa daxildir. Qeyd elədik. A çıxaq b-dən böyük bərabər deyir sağ tərəfə. A plus b-dən kiçik bərabər deyir deyə sol tərəfə ştrixlədik. Və buradan göründü ki, bu bərabərsizliyin kəşməsini deməli a çıxaq b, a plus b parçasıdır. Onda belə çıxır ki, a çıxaq b-nin qiyməti -3'dür, a plus b-nin qiyməti isə 9'dur. Sistem tənlik qururuq. A çıxaq b bərabərdir -3'ə, a üstə gəl b bərabərdir 9'a və bu sistem tənliyi həll edirik. B-lər islah olur. 2a bərabər 6'ya, a bərabərdir 3'ə. B-nin qiymətində 9'dan 3 çıxmaqla 6 tapırıq. Biz tapmalıydıq AB hasilini. 3 vuraq 6, cavabımız olacaqdır 18. Keçək digər suala. 22. Y bərabər 2x funksiyasının qrafiki B və C nöqtələrindən keçir. A 1, 0. A 1, 0 nöqtəsidir. A, B, C, D. A, B, C, D. A, B, C, D burada trapesiyadır. Bu trapesiyanın sahəsi 8 olarsa, C nöqtəsinin koordinatlarını tapın. Gəlin belə eləyək. Deməli, B nöqtəsinin biz apsisini bilirik. B nöqtəsinin apsisi A nöqtəsinin apsisi ilə eynidir. Və B nöqtəsi də əgər funksiyanın qrafiki üzərindədirsə, deməli, x-ə 1 qiymətini verəndə biz B nöqtəsinin y-ini, yəni ordinatını tapa bilərik. Y bərabərdir 2 vurulsun 1, yəni 2. Deməli, B nöqtəsinin ordinatı 2-yə bərabərdir. Bu gördüyümüz trapesiyadır və trapesiyanın sahəsi A plus B bölünsün ki, vuraq H düsturu ilə hesablanır. A ilə B trapesiyanın oturacaqlardır. Bizdə trapesiyanın oturacaqları AB parçası, CD parçasıdır. Hündürlüyü isə AD parçasıdır. Deməli, AB ilə CD-ni toplayıb vurmalıyıq AD-yə.
bərabər qoyaq. AB parçasının uzunluğu 2 vahidə bərabərdir. Qrafikdən görə bilirik. Gəlin D nöqtəsinə bir x qiymətini qoyaq. Ta ki D nöqtəsinin apsisi x-dir. Onda C nöqtəsində apsisi x-ə bərabərdir. Və C nöqtəsinin apsisini x götürsək, C nöqtəsi funksiyanın qrafik üzərində olduğu üçün onun ordinatı da 2x-ə bərabər olacaqdır. Aha, indi görürük ki, artıq CD parçasının uzunluğunu 2x-ə bərabər olduğu görünür. Yəni CD-ni 2x götürdük. Böldük 2-yə vurduq. AD parçasının uzunluğu da x çıxılsın 1-ə bərabərdir. Vuraq x çıxılsın 1 bərabərdir 8-ə. Bunu hesablayaq. Bu tənliyi hesablayırıq. 2-ni ortaq vuruq çıxardıram. 1 üstəgəl x bölünsün 2 vurulsun. X çıxaq 1 bərabər 8-ə. 2-lər ixtisar gedir. Və x üstəgəl 1 vurulsun x çıxaq 1 bərabər 8-i həll edirik. X kvadrat çıxaq 1 bərabər 8-ə. X kvadrat bərabər 9-a. X bərabərdir -3 və müsbət 3-ə. Bizə verilən qrafik birinci rübdə verildiyi üçün əlbəttə ki, burada -3 ola bilməz x-in qiyməti. Həm də D nöqtəsi A-dan, yəni 1-dən sağda yerləşir. Ona görə də müsbət 3 götürəcəyik. Bizə C nöqtəsinin koordinatları lazımdır. C nöqtəsinin koordinatları x və 2x idi. X-ə 3 qiymətini verəndə də alınır 3, 6. Keçək 23-cü suala. 23-də verilib ki, ABC üçbucağında AC perpendikulyardır BC-yə, AD bərabərdir BD-yə. Deməli, D nöqtəsi hipotenuzun orta nöqtəsidir. AC-nin uzunluğu 12-dir, YB-nin uzunluğu 8-ə bərabərdir. Biz tapmalıyıq YDB üçbucağının sahəsini. Deməli, belə eləyə bilərik. D nöqtəsindən YB-yə perpendikulyar çəkərik. Onu bir M hərfi deyək. D-yin perpendikulyardır. YB olsun. Və nəzərə alsaq ki, AC perpendikulyardır BC-yə və DM də perpendikulyardır BC olduğu üçün indi deyə bilərik ki, AC paraleldir DM-ə. Deməli, AC ilə DM bir-birinə paraleldir. D nöqtəsi də orta nöqtədir. Onda belə çıxır ki, DM parçası orta xəttdir. Orta xətt paralel olduğu tərəfin yarısı olduğu üçün AC-nin yarısına bərabərdir. 12 bölünsün ki, yəni 6. DM-in uzunluğu 6-dır. Biz artıq üçbucaq, deməli, YDB-də, üçbucaq YDB-də görürük ki, deməli, bir tərəf verilibdir. YB-nin uzunluğu həmin tərəfə çəkilən hündürlüyü də biz tapdıq. Onda deyə bilərik 2-də 1 AH düsturu əsasında 2-də 1 YB vurulsun DM. Burada DM H-dır, YB isə A-dır. Onda olacaq 2-də 1, 6 vuraq 8, yəni cavabımız olur 24. 24-cü suala baxaq. Müəllimlər otağının məlumat lövhələrinin birincisində eyni ölçülü 3 kağızdan ikisi üfüqi, biri isə şaquli şəkildə asılmışdır. Üfüqi asılmış kağızların 2 sm uzunluğundakı hissəsi şaquli kağızın üzərini örtmüşdür. İkinci məlumat lövhəsində eyni kağızların ikisi şaquli, biri üfüqi formada asılmışdır. Şaquli asılan kağızların 3 sm uzunluğundakı hissəsi üfüqi kağızla örtülmüşdür. Məlumat lövhələrində verilənlərə əsasən bir kağızın ölçülərini tapın. Gəlin birinci şəkildən üfüqi deməli vəziyyətdə asılmış kağızların 2 sm-dən, yəni bir hissəsini görürük 2 sm-dir, digər hissəsini y sm ilə işarə edək. Eyni ilə də eyni kağızlar olduğu üçün digərini də y yaza bilərik. Və şaquli vəziyyətdə asılmış kağızın da enində 2 sm-ləri görürük. Arada qalan boş hissəyə də x deyək. Onda buradan ala bilərik ki, 2y, deməli 2y üstəgəl 2y üstəgəl x üstəgəl 4 bərabərdir 33-ə. Yəni 2y üstəgəl x bərabərdir 29-a. Bu belə qalsın. Keçək digər lövhəyə. Digər lövhədə də eyni kağızlardır. Bu dəfə ikisi şaqolidir, bir də üfüqi asılıbdır. Demək, biz əvvəlcədən birinci lövhədə uzunluğu qəbul etdik. Y üstəgəl 2. Enini isə qəbul etmişik x üstəgəl 4. İndi bunu digər lövhədə nəzərə almalıyıq.
Əgər eni y üstəgəl 2-dirsə, burada boş qalan kağıza uzunluğuna yazmalıyıq. Y üstəgəl 2 çıxılsın, 3'ləri çıxmaq lazımdır. 6, yəni 6 çıxacaq 2 dənə 3, o da olur y çıxılsın 4. Deməli, araya yazacaq y çıxılsın 4, buraya yazacaq y çıxaq 4. Digər kağızlar ki var şaquli vəziyyətdə, onların da eni x üstəgəl 4 olmalıdır. 3 santimetrlik hissəni görə bilirik. Yerdə qalan hissəyə də x üstəgəl 4 çıxılsın 3 yazmalıyıq. Deməli, x üstəgəl 4 çıxılsın 3, o da olur x üstəgəl 1. Deməli, arada qalan hissəyə yazacaq x üstəgəl 1. O birində də olmalıdır yenə x üstəgəl 1. İndi onları toplayaq. X üstəgəl 1, 3, sonra y çıxaq 4, üstəgəl 3 üstəgəl x üstəgəl 1 bərabərdir 26-ya. Buradan 2x üstəgəl y, sonra 4'lər islah oldu. 26'dan da 4 çıxanda 22'ye. Bu ikisini sistem tənlik şəklində həll etməliyik. 2y üstəgəl x bərabər 29, 2x üstəgəl y bərabərdir 22'ye. Axırıncını mənfi 2'yə vursaq, mənfi 4x çıxaq 2y bərabərdir mənfi 44'ə. Birinci ilə toplayanda deməli 2y'lər gedir. Mənfi 3x bərabərdir. Mənfi 44 ilə 29 toplayıram. Mənfi 15 verir. X'in qiyməti olur müsbət 5. X'i tapdıq müsbət 5. Y-də tapa bilərik. 2 vurulsun 5 üstəgəl y bərabər 22. Məsələn, ikincidə qoyduq. Y bərabərdir 22 çıxılsın 10, yəni 12'ye. X'i 5 tapmışıq. Y-də tapmışıq 12. Bizə deyir ki, bir kağızın ölçülərini tapın. Kağızın ölçülərini biz əvvəlcədən uzunu və eni olaraq qeyd eləmişdik. Gəlin orada yerinə qoyaq. Deməli, uzunluğu y üstəgəl 2 idi. Y-in yerinə tapdığımız 12'ni qoyuruq. 12 üstəgəl 2, 14'dür. Eni isə x üstəgəl 4 idi. X'in qiymətini də tapmışıq 5. 5 üstəgəl 4 olacaqdı 9. Deməli, biri 9'dur, bir də 14'dür. Keçək digər suala 25'ə. ABCD paralleloqramında ADY bucağı ilə demək FDS bucaqları bir-birinə bərabərdir. AY parçası ilə də YB parçası bir-birinə bərabər verilibdir. CD'nin uzunluğu 16. Əgər CD 16'dırsa, onda belə çıxır ki, YB 8'dir, AY də 8'ə bərabərdir. Digər tərəfdən də FC'nin uzunluğu verilib. FC'yə 4 yazırıq. Biz tapmalıyıq paralleloqramın perimetrini. Paralleloqramın perimetri üçün AD tərəfinin uzunluğunu tapmaq kifayət eləyər. Və ABCD paralleloqram olduğu üçün A təpəsi ilə C təpəsi qarşı bucaqlardır. Və paralleloqramın qarşı bucaqlar da bir-birinə bərabərdir. Biz görürük ki, AYD 3 bucağı ilə deməli CD F3 bucaqlarının 2 dənə bucağı üst-üstə düşdü. Bu üç bucaqlarda 2 bucaq üst-üstə düşürsə, 3-cü bucaqlar da əlbəttə ki, bir-birinə mütləq bərabər olacaqdır. Belə çıxır ki, bu üç bucaqlar oxşardır. Yəni 3 bucaq A, Y, D ilə 3 bucaq deməli A, Y-də dedikdə beta, gamma, alfa ardıcıllığından C, F, D bir-birinə oxşardır. Oxşarlıq nisbətini yazmaq olar. Deməli, alfa bucağının qarşısında duran 8'in alfa bucağının qarşısında duran 4'ə nisbəti bərabər olacaqdır. Gamma bucağının qarşısında duran x-in gamma bucağının qarşısında duran 16'ya nisbəti. Çarpaz vurarıq. 4x bərabər 8 vuraq 16. X də bərabər 4 ilə 8 ixtisar apararam. 2 vuraq 16, yəni 32. Biz artıq paralleloqramın digər məlum olmayan tərəfini tapmışıq. Perimetri hesablaya bilərik. Perimetr bərabərdir 2 vuraq A üstəgəl B. 2 vurulsun 32 üstəgəlinsin 16. 2 vuraq 48. Cavabımız olur 96.